Mən bu qədər həqiqətən də oxumuşam, araşdırmışam, müşahidələr, insanların müraciətləri. Baxırsan ki, hər birimizin nə isə etməməyimizin altında qorxu durur. Hətta ən bilgili insan ola bilərsən, ən özünə güvənli insan ola bilərsən. Yenə də yəni bu qorxular bizi addım atmağımıza mane yaradır. İmkanlar açmağımıza mane olur. Yəni tək səbəb uğurlu insanlar deyirik, onlar bizdən nə ilə fərqlidir? Tək səbəbi qorxuları yoxdur deməyəcəm. Hər kəsin qorxusu var. Amma kimin nədə, necə qorxusu var? Məsələ budur. Bizim üçün qorxulu görünən bir şey başqası üçün çox adi ola bilər. Başqası üçün çox adi bir şey bizim üçün qorxulu ola bilər. Yəni məsələ budur ki, hər kəs öz qorxusundan yola çıxmalıdır. Hər kəs öz qorxusu ilə tanış olmalıdır. Yəni onu həll etməyə çalışmalıdır. Dediyim səbəb, yəni qorxumuzu tapmaqdır. Bundakı yenə də özümüzü öyrənməklə, özümüzü tanımaqla, müşahidə etməklə, yəni biraz özümüzlə işləməsək, elə bilirəm ki, nəticə gözə çarpan olmayacaq da.